2024-cü il 2-ci qəbul imtahanının 440 situasiya izahına bir də baxaq. Bunu ümumi sualların izahında da izah elədim, lakin orada kiçik bir bu yaddan çıxdı artıq qalan hissə. Ona görə istəyirəm bir də yazaq. Bax uşaqlar, bizə verib deməli mis və mis 2 oksid. Deyir, hər birinin qatı nitratla reaksiyalar. Yazıram HNO3 qatı. Bilirəm ki, bu reaksiyadan alınır mis 2 nitrat, mis NO3 2 dəfə, üzərinə gəlinsin, deməli NO2, üzərinə gəlinsin su. Azotun verdiyi 2 elektronu, misin verdiyi 2 elektronu buraya yazıram, azot oldu 4, bura bir 4 yazıram, hidrogenə düşür 2. Mis 2 oksidində nitratla reaksiyasından alınacaq mis 2 nitrat, mis NO3 2 dəfə, üzərinə gəlinsin su. Burada bir 2 yazıram. İndi baxaq. 11,2 litr qonur rəngli qaz. Yazıram 11,2 litr qonur rəngli qaz. Buna əsasən birinci reaksiyada hər şeyi tapmaq olar. Deyir ki, uşaqlar, tam reaksiya daxil olan qədər qızdırıldı. 11,2 litr qonur rəngli qazın ayrılması baş verdi və korbada 0,2 mol nitrat qalıb. Yazıram 0,2 mol nitratdan hələ qalıb. HNO3 qalıb. İndi daha sonra kolbadakı məhlul otaq temperaturuna qədər soyudulur. Yəni mis 2 nitrat məhlulu otaq temperaturuna qədər soyudulur və üzərinə 200 qram 20%, yəni 220-yə vurub 100-ə bölsək, yəni 1 mol yox, 200 qram 20%-li, 40 qram, bəli, yəni 1 mol natrium OH, 1 mol natrium OH əlavə edildikdə məhluldakı duz, yəni mis 2 nitrat, mis NO3 2 dəfə, bu həm natrium OH-la reaksiya daxil olur, buradan alınır mis 2 hidroksid, yəni göy rəngi çöküntü, üzərinə gəlinsin natrium NO3, natrium NO3. İndi bura bir 2 düşür, bura bir 2 düşdü. O cümlədən artıq qalan turşu tam, reaksiya daxil olur. Artıq qalan turşumuz birinci reaksiyadan nitrat idi. Birinci reaksiyadan nitrat, dayan görək. Birinci reaksiyadan nitratdırsa, deməli nitrat turşusunun onda natrium OH, natrium OH, HNO3 nitratla reaksiya daxil olur, alınır natrium NO3, üzərinə gəlinsin su. İndi yoldaşlar, deməli 0,3 mol göy rəngi çöküntünün alınması. Yazıram bunun 0,3 mol göy rəngli çöküntü. Elə? Və 0,3 mol göy rəngi çöküntüyə nə qədər natrium OH sərf olunar? 0,3 mol göy rəngi çöküntüyə. Bunun 1 moluna 2-dirsə, 0,3-ünə 0,6 mol natrium OH sərf olunar. İndi, bax 0,2 mol da burada nitratdan artıq qalmışdır. Onda yazıram, yenə bunun 1 moluna 1 mol sərf olunursa, 0,2 mol nitrata, 0,2 mol, deməli, qoy bu qalsın, 0,2 mol natrium OH sərf olunur. Onda yoldaşlar, sərf olunan natrium OH-ın bir dənə fikir verək, 0,6-sı burada sərf oldu, 0,2-si burada. Bəs başlanğıc natrium OH-ın nə qədər idi? 1 mol. Yəni, ümumi 0,8 mol natrium OH sərf olunar. 0,2 mol natrium OH-dan artıq qalar. Natrium OH-dan artıq qalar. İndi gələk, şərtləri bir-bir işləyək. Verir ki, müvafiq reaksiya təmliklərini yazıb əmsallaşdırın. Hesablama parmaqla ilkin qarşılıqda bəsit maddənin. İlkin qarşılığımızdakı bəsit maddə misdir. Onun kütləsini. Yoldaşlar, misin 64 qramından 2 vurulsun 22,4 litr NO2-dirsə, 11,2 bir X. Buradan X-i hesablayaraq, indi mən X yazmıram, çünki yerim qarşılıqdır, qarşılıq olmasın, birbaşa yazıram. Siz özünüz dəftərdə yazın. 60 vurulsun 11,2 bölünsün, deməli 44,8. Deməli 16 qram bəsit maddə reaksiya daxil olub. Onda birincinin cavabı, 58-də birincinin cavabı eləyəcək 16 qram bəsit maddə. Və turşunun neçə molunun reduksiyaya uğradığını hesablayın. Yoldaşlar, turşunun neçə molunun reduksiyaya uğradığını. Yəni, bir dənə fikir verək, azot müsbət 5-dir, müsbət 5-dən müsbət 4-ə gəlib. Deməli, oksidləşdiricidir, reduksiyaya uğruyur. Eləmi? İndi 11,2-yə
belə deyək də, 2 vurulsun 22,4-ə, məsələn, 4'ü reduksiya uğrayırsa, 4 mol turşu reduksiya uğrayırsa, 11,2'ye aydındır ki, x olacaq. 4'ü vurursan 11,2'ye, bölürsən 44,8'ə. Deməli, 1 mol turşu da reduksiya uğrayıb. Onda ikincinin cavabı da eləyəcək 1 mol turşu. Bu 58'in cavabı. Sonra 59. Müvafiq reaksiya təhlükə yazıb əmsallaşdırın. Hesablama aparmaqla ilkin qarşılıqda mis oksidin qramla kütləsini. İlkin qarşılıqda mis oksidin qramla kütləsini hesablayın. Gəlin baxaq. Deməli, mis 2 nitratla yola gedə bilərik yoldaşlar. Bəli, mis 2 nitratla yola gedə bilərik necə? Baxın, bunun 1 molundan, yəni 1 molundan 2 mol mis 2 nitratsa 0,6 molundan 0,3 mol mis 2 nitrat reaksiya daxil olur. Və o mis 2 nitrat hardan gəlib? Bax, buradan gəlib. Buradan gəlib mis 2 nitrat. Baxıram, bunun 1 moluna 2 vurulsun 22,4 isə 11,2 litrinə görə nə qədər eləyəcək? 11,2-ni bölürəm 44,8-ə. Yəni 0,25 mol mis 2 nitrat burada olub. Yoldaşlar, ümumi 0,3'dür. Deməli, onda ümumi 0,3'dürsə, 0,3'dən 0,25'i, 0,3'dən çıxıram 0,25'i, yəni 0,5'i də bu reaksiyadan əmələ gəlib. İndi bunun ikisinə 1 nitratdırsa, 0,5'ə nə qədər sərf olunur? 0,5'i vururam 2'yə, 0,1 mol nitrat turşusu sərf olunur. İndi bizdən mis 2 oksidin qramla kütləsi. İndi 2 moluna 64 + 16 80 qramdırsa uşaqlar 0,1 moluna nə qədər eləyəcək? 80'i vururam 0,1'ə, böldürəm 2'yə. Düzmü hesabladım? 4 qram, deməli mis 2 oksid sərf olar. Deməli, birincinin cavabı eləyəcək 4 qram mis 2 oksid. Və göy çöküntünün almasına sərf olunan natrium OH-ın. Göy çöküntü yoldaşlar burada alınır. Natrium OH-ın qramla kütləsini 1'ə 2-dirsə, tapdıq ki 0,3, 0,6 natrium OH-dır. 0,6 natrium OH-ın qramla kütləsini soruşuna görə 0,6-ını da vuraram 40'a, 0,6-ını da vururam 40'a, 24 qram natrium hidroksid sərf olunur. Bu da ikincinin cavabı. Sonra gəlir üçüncü. Müvafiq reaksiya təhlükə yazıb əmsallaşdırın. Yazmışıq, əmsallaşdırmışıq. Və hesablama zamanı məhlul əlavə edən natrium OH miqdarının zaman asılı qrafikinə əsasən cavab vərəqində qurun. Yoldaşlar, bir dənə fikir verək. Natrium OH-ım başlanğıcda, başlanğıcda nə qədər idi? 1 mol idi. Elə. Bunun 0,8 mol fikir verin. Bu iki reaksiya sərf olundu. Yəni 1 moldan düşdü 0,2 mola. Və belə bir şey. Özünüz düzəldərsiniz. Natrium OH-ın zamandan asılı qrafiki. 0,8'i sərf oldu, 0,2'si qaldı. Və göy rəngi çöküntünün alma reaksiyasının tam iyon tənliyi. Yoldaşlar, söhbət tam iyon tənliyi ilə gedir. Gəl bu reaksiyanın tam iyon tənliyini yazaq. Mis 2 nitrat, mis 2 müsbət, üzərinə gəlsin 2 NO3 mənfi, üzərinə gəlsin 2 natrium müsbət, üzərinə gəlsin 2 OH mənfi. Buradan alındı. Mis 2 hidroksid çöküntüdür, işim yoxdur. Mis OH2 üzərinə gəlsin 2 natrium müsbət, üzərinə gəlsin 2 NO3 mənfi. Bu da 60'ın ikincisinin cavabı. Bax, belə qarma-qarışıq riyazi, yəni yüksək riyazi qabiliyyət tələb edən bir sualdır. O cümlədən kimyamıza güclü olmalıdır. Belə.